İbadət eləyən şəxs ona vacib olur ki, cənnətə getsin. Yəni əsas meyarlardan biridir cənnətə daxil olmağın ibadət eləmək. Yəni bir şəxsdir ki, cənnətə daxil olmaq istəyir. Hər bir insan onsuz da cənnətə daxil olmaq istəyir. Yəni onun elədiyi ibadət onu cənnətə aparacaq şəkildədir. Yəni ibadət insanı cənnətə aparacaq ya yox. Bir minidir ki, insanı cənnətə aparacaq. İbadət bütün bəşəriyyət üçün lazımi məsələlərdən və vacib məsələlərdən biridir. Hər bir şəxs gərək ibadət eləsin. Ona vacibdir ki, ibadət eləsin, itaət eləsin. İnsanı cənnətə aparacaq əsas amillərdən biri insanlıqdır. Yəni əsas amillərdəndir bu. İnsanlıq məsələsidir. İnsanlıq məsələsi əxlaqi qanunlarla icra olunur. Cəmiyyətdə mehriban olmaq, cəmiyyətin dərdinə yanmaq, mehriban olmaq, ümumiyyətlə bizi cənnətə aparacaq əsas məsələlərdən biri mehriban olmaq. Cəmiyyətin dərdinə yanasan, yardım əlini uzadasan, ehtiyaclılara, fəqirlərə və yaxud da məhəbbət ehtiyaclılarına. Bəzi insanlar var ki, məhəbbətə ehtiyacı var. Onu dindardan duyurlar, istəyirlər ki, dindarlar ona məhəbbət göstərsinlər və onlar o məhəbbətin üzü ilə dinə gəlsinlər. İslam məhəbbət dinidir axı. İslam bütün bəşəriyyətə məhəbbət verir. Öyrədir ki, necə cəmiyyətdə məhəbbətin dolu bir insan olacaqsan.